Diş ətləriniz tez-tez qanayır. Bir çox insan bunu sadə bir fırçalama problemi kimi görür, amma əslində bu çox vaxt diş əti iltihabının ilk əlaməti olur. Sağlam diş əti fırçalama zamanı qanamamalıdır. Əgər qanama varsa, bu adətən diş ətində bakteriya yığılması, diş daşları və ya iltihab prosesinin başladığını göstərir. Yəni problem dişin özündən çox diş ətrafındakı toxumadadır. Ən yayılmış səbəblərdən biri qeyri-kafi gigiyenadır. Dişlər düzgün təmizlənmədikdə, xüsusilə diş aralarında qalan qida qalıqları bakteriyaların çoxalmasına səbəb olur və diş əti buna reaksiya verir. Bəzi hallarda isə səbəb daha dərin ola bilər. Hormonal dəyişikliklər, vitamin çatışmamazlığı və ya uzun müddətli müalicə olunmamış diş əti xəstəlikləri. Vacib məqam budur. Diş ətində qanama normaldır deyib keçmək düzgün deyil. Çünki vaxtında müdaxilə olunmazsa bu proses diş əti çəkilməsi və dişlərin zəifləməsinə qədər gedə bilər. Əksər hallarda erkən mərhələdə sadə təmizlik və düzgün qulluqla vəziyyəti tam nəzarət altına almaq mümkündür. Amma gecikdikcə müalicə daha uzun və kompleks olur.